Yaşadığımız ev, sahib olduğumuz mənzil və ya torpaq sahəsi təkcə mülkiyyət hüququ deyil, eyni zamanda vergi öhdəliyi də yaradır. Azərbaycanda daşınmaz əmlaka görə tətbiq olunan vergi, əmlak vergisi dövlətin yerli büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bəs vətəndaşlar bu vergi növü barədə nə dərəcədə məlumatlıdırlar? Əmlak vergisi dedi yox, çoxlu bir anlayışım yoxdur. Məlumatım yoxdur, yəni məlumatım olmadığı üçün də nə danışır? Evlərin kupçası varsa da oradan əmlak vergisi alınıb. Belədir, mən bildiyim qədər. Əmlak vergisi yaşadığı evdə əmlakın, içinin şeyi, evin, nə varsa ona vergi verirsən. Verməmişəm, məlumatım da yoxdur, heç verməmişəm də əmlak vergisi bilmirəm. Apardığımız sorğudan da məlum oldu ki, bir çox vətəndaş əmlak vergisinin funksiyaları və hara sərf olunması ilə bağlı o qədər də məlumatlı deyil. Əmlak vergisi fiziki və ya hüquqi şəxslərin sahib olduqları daşınmaz əmlaka görə ödədikləri məcburi vergidir. Əmlak siyahısı əmlak məsələləri xidmət idarəsindən alındıqdan sonra siyahıya və standartlara uyğun formada hesablamalar aparılır. İlk olaraq biz həmin borc haqqında akt tərtib edirik, çıxarışı əldə etdikdən sonra. Bundan sonra əgər ödəmirlərsə də xəbərdarlıq məktubu göndəririk, tədqiyə bildirişlərini göndəririk. Nəhayət ödəmirlərsə də bunları icra şöbəsinə veririk. Son vaxtlar isə daha müasir bu rəqəmsal sistemə keçdiklərinə görə elektron icra portalı müəyyəndir. Birbaşa elektron icra sisteminə göndəririk. Vergi məbləği vergi məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və bölgələr üzrə standartlara uyğun olaraq təyin olunur. Toplanan məbləğ isə müvafiq olaraq ərazidəki problemlərin həllinə sərf edilməlidir. Əmlakçılara görə verginin ödənilməməsinə görə hər hansı bir sanksiyanın tətbiq olunması, o cümlədən ölkədən çıxış məhdudiyyət qoyulması yalnız məhkəmə qərarı əsasında mümkündür. Məhkəmə qərarı olmadan bu qeyri-qanunidir və vətəndaşlar bu halda deməli inzibati məhkəmə müraciət etməklə həmin deməli məhdudiyyəti mübahisələndirə bilərlər. Əmlak vergisi əmlakın ümumi sahəsinin 30 kvadratı güzəşt olunmaqla hesablanır. Əlavə olaraq qanunvericiliyə əsasən əmlak vergisinin ödənilməsi qaydalarında bir sıra güzəştlər də nəzərdə tutulub. Vergi məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, şəhid status almış şəxslərin valideynlərinin, dul arvadlarının, ərlərinin və övladlarının, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycan Respublikasının milli qəhrəmanlarının, Sovet İttifaqı və sosialist əməyə qəhrəmanlarının, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, həlak olmuş yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, ərlərinin və övladlarının 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxslərin, qanunvericilikdə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Əmlak vergisi məcburi xarakter daşıyır və ödənilmədikdə qanuna müvafiq tədbirlər görülür. Bələdiyənin belə deyək ki, yerləşdiyi ərazidə müəyyən bir öhdəlikləri var. Bu nədir? Deyək ki, ərazinin də yerləşən yolların bərpasıdır, ondan sonra kanalizasiya sistemlərinin qurulmasıdır, əhalinin belə deyək, parklarla təmin olunması və digər, yəni bu kimi işlərin görülməsidir ki, bax bunlarla bağlı xərclərin çəkilməsinə yönəlilir. Dövlət büdcəsində də yığılan vəsaitlərdə dövlət büdcəsinin xərcləri var, yəni hərbi xərclər, təhsil xərcləri o istiqamətlərdə sərf olunur. Mütəxəssislər hesab edirlər ki, bu sahədə şəffaflığın artırılması və vahid mexanizmin yaradılması həm bələdiyyələrin işini asanlaşdırar, həm də vətəndaşların məlumatlılığını artırar. Yaxşı olardı ki, bu gələcək üçün vahidləşdirilmiş bir sistem olsun. Çünki şəffaflığın yaranması üçün bu sistemin vahid formada işləməsi daha uyğundur. Çünki hər bir bələdiyyənin öz vergi toplama üsulu var, o da bir-birindən fərqlənir. Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair milli fəaliyyət planına uyğun olaraq bələdiyyələrin vergi informasiya sisteminin yaradılması artıq həyata keçirilir. Bu sistemdə də məhz bələdiyyələrin topladığı yerli vergi və ödənişlərlə bağlı məlumatlar əks olunacaqdır və eyni zamanda həmin məlumatlar üzrə müvafiq təhlillərin, ümumiləşdirmələrin aparılması da mümkün olacaqdır və ümumilikdə bu portalın fəaliyyət göstərməsi bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsinə, eyni zamanda maliyyə şəffaflığının artırılmasına, onların həmin məbləğlə vəsaitlərin xərclənməsinə dair nəzarətin gücləndirilməsinə böyük töhfə verəcəkdir.
Beləliklə, əmlak vergisi təkcə maliyyə öhdəliyi deyil, həm də yerli icmaların inkişafına yönələn mühüm mexanizmdir. Şəffaf və vahid sistemin tətbiqi isə bu prosesdə həm etimadı, həm də effektivliyi artıran əsas amil kimi qiymətləndirilir.